Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Necəsiz millət? Nə edirsiniz? Nə var, nə yapacağımız başımız? Ümid edirəm hər kəs yaxşıdır. Biz bugün Bakıda pulsuz muzeyləri gəzməyə çalışacağıq. Ümid edirəm maraqlı video olacaq. Videonu bəyənərək kanala öz dəstəyinizi göstərə bilərsiniz. Getdik. Deməli, salam aleyküm bir daha. Qazelli Art House 1-ci mərtəbəsi giriş bu şəkildə bizi qarşılayır. Burada maraqlı əsərlər var. Aldığımız məlumatlara əsasən hər 2-3 aydan bir burada olan sərgilərin hamısı yenilənir. 3 mərtəbədən ibarətdir. Bu şəkildə davam edirik. Vay aman, bura harada yerşən. Vay 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 vay. Allah. Bismillah. Baba. Euzubillahimineşşeytanirracim. Kasetlər kimin yadındadır? Meyxana gecəsi Maşdağa. Nadin 2000. Zebesti nə bilim nəsə. Vəfa 7 yaş. Burada sandıq var. Sandığın içində qədim sandıqdır. Adətən indi Azərbaycanda bəzilərimizin, nənələrin, babaların evində belə tipli sandıqlara rast gəlmək olur. Cehizliklərdir və yaxud onların analarından qalan xatirələrdir. Burada da baxın şəkillərdir, köhnə şəkillər. Baxın bu şəkildə olurdu evin küncündə. Burada bu şəkildə havadan asılmış fiqurlar var. Mən fiqurları da heç bir fikrim yoxdur. Kızılay. Bilmiyorum derim. Kızılay. Hal-hazırda 3-cü mərtəbəsindəyik. Aha, bura biraz daha cəlb edir bizi. Giriş bu şəkildə bizi qarşılayır. Burada Don't touch. Toxunmayın. Çox maraqlı bir əsər var. Pəri Abbaslı tərəfindən. Deyir toxun. Pərinin evi. Sayın bezmenler, lütfen açar mısınız efendim kapıyı? Welcome to your sweet home. May you be happy and prosperous. You and why? My name is Ramazan. Nə maraqlıdır, xanımıdır. Salam Pəri xanım. Hər vaxt olsun, xeyir olsun. Ayda. Uşaqlar bu kim bilir nədir? Bu kim bilirsə nədir, zəhmət olmasa yorumlara yazsın. Gəlirik bu qismə. Bu qismdə belə maraqlı bir şey bizi qarşılayır. Burada da yenə əsərlər var. Qazelli Art House maraqlı yerdir həqiqətən də. Gəlməyə dəyər. Hər 2 aydan, 3 aydan bir gəldiyiniz zaman buradakı sərgilər, eksponatların hamısı dəyişir. Nəzərinizdə olsun. İndi isə gedirik növbət yerə. Millət, hal-hazırda isə İçəri şəhərdə Qoşaqalan daxilində yerləşən miniatür kitab evi. Hazırsınızsa, baxın deməli, dünyanın səhv eləmirəmsə ən kiçik kitabıdır. Səhv eləmirəmsə. Kitabı baxın sizə göstərəcəm. Göstərməyə çalışacağım. Baxın, bu kitabdır. Orada kitabdır. Bu lupa vasitəsilə görünməyən kitab var. Mikrobook gedir. Onu oxuyurlar. Buradakı lupa vasitəsilə. Burada din kitablarıdır. Gördüyüm qədərilə. Bəli, Quran-ı Kərimlər var. Mini şəkildə, kiçik şəkildə kitablar var. Yahudi kitabıdır bu səhv eləmirəmsə. Harda hansı kitabların yerləşdiyini görə bilirsiniz. Tataristan və Bolqarıstan misal üçün, Ukraynada nəşr edilən kitablar, Moldovada, Rusiya, İspaniya, cürbəcür hamısından var. Vay aman, vay 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 vay. Salam, salam. Salam. İndi isə buradan çıxırıq. Gedirik hara? Gedirik növbəti muzeyimizə.
kitabxanalarda bacardığım qədər asetonla danışıram ki, orada olan insanları narahat eləməyim. Kitabxanalarda deyirəm, muzeylərdə daha doğrusu. İndi isə gedirik növbəti muzeyimizə. O da içəri şəhərdə yerləşir. Vay, 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 vay. Bir də bura baxın, bir də bura. Vay, 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 mənzərənin gözəlliyi. Və bu şəkildə davam edirik. Deməli, bura location olaraq biraz çətin yerdə yerləşir. İçəri şəhərdə, Dağüstü Park tərəfdə. Botanika bağından Dağüstü Park tərəflərdə yerləşir. Gəlib tapmaq biraz çətindir. Çox bağlı olur. Bağlı deyəndə daha doğrusu işıqları sönmüş olur. Hər kəs elə bilir ki, bağlıdır. Amma bağlı deyil. Açıqdır. İndi görək. İnşallah ki, açıq olar. Boş-boşuna gəlmiş olmarıq. İşıqlar yenə dediyim kimi sönüdür. Yox, yanlıdır. Natural History Muzeyi, Təbiət Tarix Muzeyi. Təbiət Tarix Muzeyi olaraq keçir. Azərbaycan Milli Elmlər Akademiyası. Keçə görə başımıza nə gəlir? Deməli millət, salam əleykum. Deməli bu tərəfdən başlayırıq. Burada gördüyünüz hər şey çox maraqlı şeylər var. Hər şeyə inanıram. Burada bir də bu dinozavrdan başqa çıxır. Burada 2-3 dəfə özüm olmuşam. Buradan başlayırıq daşlardan. Cürbəcür burada daşlar var. Hər tür daşlar var burada. Daş qədim sivilizasiyadan tapılmış daşlardır. Abşeron canavarının kəllə sümüydü. Vay 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 ama. Oy da, bunlar nədir görürsən? Bunlar yəqin ki təzə tapılıb. Deməli, burada daşlar var. Süni kvarsdır bu. Strindi, mika. Burada obsidian olmalıdır. Obsidiandir, rəngindən bəllidir. Obsidian daşı çox bərk daşdır, həddindən artıq. Daşda lavanın suyun qarışımı zamanı quruduqda ortaya çıxan daş növüdür. Bilur daşı. Deməli, hal-hazırda isə muzeyin ən maraqlı yerlərinə keçirik. Heyvanların sümükləri və fosilləşmiş heyvanlar. Bu nədir belə? Bu fil balasıdır yoxsa nədir bu? Yox. Binəqədi kərkədanı. Binəqədi kərkədanı. Bu şəkildə. Vay 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 vay. Və burada da maraqlı canlılar var. Fosilləşmiş qurbağa, kərtənkələlər. Salam əleykum, güzgüdən mənə görürsünüz. Dediyimiz kimi kərtənkələlərdir. Biz quyruq. Quyruğuna baxın buradan. Biz quyruq kərtənkələ. Buna bax, Mercedesin pultuna oxşuyur. Dəvə quşudur bu yəqin ki. Onun ağzına baxın. Bu nədir? Çöl donuzu. Bəli, o da adi dəvə quşu. Bu çöl donuzudur, baxın bu. Dəvə quşu adi. Vay aman, bu nədir? Bəbir. Deməli, diqqətlə baxsaq, Azərbaycan zebusu və baxın, burada zebusdur bu. Baxın, zebusdur bu. Bəbir də onu gəlib boğazından dişləyir də, ovluyur bir növ. Çox maraqlıdır bu. Atdır bu yəqin ki, bəli. Atın baş sümüyünə baxın. Vay 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 vay. Ay ama. O fildir yəqin ki, indi o tərəfə keçəcək. Meymuna baxın, buna baxın. Həqiqətən də meymunlar bizə çox oxşarır. Oo, burada maraqlı. Cüyür, maral, cüyür, ceyran. Baxın, cüyürdür bu. Maral, cüyür, ceyran. Ona da arxadakı sayqa. Ayı, qonura. Çöl donuzu. Dağ keçisidir yəqin ki, bu da. Az öncə bura baxırdıq, zolaqlı kaftar. Sifətinə baxın da. Salam əleykum, adam qorxur. Of, bəbir. Əsas məsələ. Bəbirin sifətinə bax, elə bir ABD gedir yeməyimə. Bəli, bu nədir? Asiya və Hindistan fili. Elfas Maximus.
Vay aman, vay. Elfas Maximus. Buna bakın. Buna bakın. Bunun bir de videosu var ya, göbeğine vurur böyle. Sürü kuşlar var burada. Buna bakın ne şey striskası var. Strişka. Bir günlər Qəbələdəyəm. Girdim məscidə namaza. Deməli namaza gedəndə yolda bir dənə, yalan olmasın, ya bu boyda idi, ya da bu boyda idi. Kirpi tapdım. Dedim ki uşağım da 14-15 yaşım vardı. Sevinirdim də. Dedim ki ben bu kirpiyə baxacağım. Böyle bir qıraqda bir yerdeydi də belə. Fındıq ağacının altında. Kirpi tapdım. Götürdüm əlimə. O da yumrulandı da. Dedim ki bu saxlayacağım falan filan. Səndimə kirpi can verirmiş. Son nəfəsini verirmiş kirpi. Uşaqlar bunun adına baxın bir də. Yapalaq. O qarğalar mənim ən sevdiyim heyvanlardan biridir. Qarğalar. Edilən yaxşılığı heç vaxt unutmazlar. Qarğalar çox ağıllı heyvanlardır. Uşaqlar bunun burnuna baxın. Burnu nə boydadır? Bunun adı nədir? Bu adını oxuya bilmirəm mən bu saniyə yəni. Yat planetdə. Oo, burada pingvin var uşaqlar. Pelikan Türk dilindədir, qutan da Azərbaycan dilindədir. Qutana baxın, qutan da ya da buna baxın. Onun saçına baxın, mənim saçımdan çoxdur. Allah. O suda yaşayan ihtiyaclar var. Dinozavr quruda yaşayandı, suda yaşayan. Bak görürsən, gel buraya. Bəli. Bak onun fragmentləridir. Aa. Adı necə səslənir? İhtiyaclar. İhtiyacavr, suda yaşayandı. Dinozavrlar fəsiləsinə aiddir də onda. Onu yalan söylüyorum. Millət, burada bu şəkildə buradan qurtardıq. İndi isə keçirik növbəti muzeyimizə. Deməli, bu şəkildə davam edirik. Deməli, gəldiyimiz yerin adı Yaratdır, Matrix, Yarat Matrix. Düzgün ifadə eləməyə də bilərəm. Burada gözlər var gördüyünüz kimi çoxlu. Bu kameradır yəqin ki. Kimsə videolara baxır. Leyla Məmmədova 2026. Nə mənası var bilmirəm, amma ki maraqlıdır, fərqlidir. Burada bir də ağıllı balamız var, Allah saxlasın. Nə ağıllı bala, belə ağıllı bala olar. Vay aman, girək görək. Vay. Allah verdi. Vatan balas. Girdi. Bu şəkildə. Aha. Mən özüm bir dəfə olmuşam Yaratda, burada. Həddən artıq maraqlıdır. Ən maraqlısı buradakı otaqdır. Çox maraqlıdır. Həddən artıq maraqlıdır bu otaq. Deməli gəlirsiniz. Oturursunuz masada. Masada əyləşirsiniz. Əyləşdikdən sonra burada 4 dənə əl qoymaq üçün yeri var. Əlimizi qoyuruq bura. İlkin olaraq. İlkin kimdir məndə? Bu şəkildə
Qoyaq küçə. İndi əlimizi qoyaq son olaraq 4-ə. When your messages fly this fast, you can too. Switch to our unlimited plan today. Reklamdır. Maraqlı. Təsəvvürlə burada işləyirsiniz. Yaratda işləyirsiniz də Matrixdə, gecə simenində. Növbədə də mühafizəçi işləyirsiniz gecə simenində. Eksponatların da hamısı fəaliyyət göstərir. Qorxuram bax. Bu şəkildə dediyim kimi burada heç bir daha budur. Şey. Deməli millət, gəlin üçünü də yorumluyum mən. Siz də öz fikirlərinizi yorum qismində qeyd eləyərsiniz. Deməli, Qazelli həddindən artıq gözəl yerdir. Hər 2 aydan, 3 aydan bir eksponatlar, sərgilər orada yenilənir. Ondan sonra miniatür kitab evi, o da özünə görə bir gözəlliyi var. Orada da Guinness Rekordlar kitabına düşmüş kitablar var. Yaratdakı fərqli, çox fərqli konseptdir, standart deyil. Bəzi şeyləri başa düşməsək də tam şəkildə, amma görürük ki, standart deyil. İnsan çox cəzb edir, həddindən artıq. Belə videonu burada yekunlaşdırıram, amma yekunlaşdırmadan öncə nə etmək lazımdır? Bu videoya like edib, kanala abunə olmaq lazımdır və yorum yazmaq lazımdır ən əsası. Hara getmək, hara çəkmək, nəyi çəkməyimi istəyirsinizsə, yorum qisminə zəhmət olmasa qeyd edərsiniz. Görüşərik millət. Özünüzə yaxşı baxın. Bu nə idi ki? Özünüzə yaxşı baxın. Hələlik.